İmam Hüseyn əleyhissalam qayıdış yolunun başlanğıcı Höccətül İslam Hamid Kaşani. Mütəvəkkil Abbasi hər gecə bir eyş-işrət məclisi təşkil edir və bir qrup insan günah və fəsadla məşğul olurdu. Bəzən bu məclislərdə Əmir əl-Möminini əleyhissalam da məsxərəyə qoyurdular. Hər gecə və yaxud bir neçə gecədən bir növbə bir nəfərə çatırdı. O cür amansız, vəhşi və rəhmsiz bir sultanın təyin etdiyi məclisdə kim iştirak etməməyə cürət edə bilərdi ki? Bir gecə növbə bir rəqqasəyə kənizə çatır. Baxıb görürlər ki, o yoxdur. Bir müddət keçir və bu kəniz gəlib çıxır. Mütəvəkkil soruşur, harada idin? Rəqqasə deyir, həccə getmişdim. Mütəvəkkil deyir, məni dolamısan. Şaban ayında da həcc olar. Rəqqasə cavab verir, İmam Hüseynin qəbrini ziyarət etməyə getmişdim. Bəli, insan mütəvəkkilin məclisinin rəqqasəsi olsa belə İmam Hüseynin cazibəsi onu özünə çəkə bilər. Mütəvəkkilin rəqqasəsi gecə namazı ilə başlamaz ki. Bədbəxt sələmçi Allah hamımıza tövbə etmək və keçmişi islah etmək tövfiqi versin, gecə namazı ilə başlamaz ki. Bəs, ya.